Salam, bugün sizin üçün Carl Jung'un və həmkarlarının birlikdə yazdığı İnsan və Onun Simvolları kitabının dərinliklərinə baş vururuq. Bəli, salam. Çox maraqlı mövzudur. Məqsədimiz əsasən Jung'un yuxular, simvollar və o məşhur şuursuzluq haqqındakı fikirlərini anlamaqdır. Və ən vacibi, bütün bunlar özünüzü, ətrafınızdakı dünyanı anlamaqda sizə necə kömək edə bilər? Bunu araşdıracağıq. Hə, çox düzgün vurğuladınız. Mənbələr də göstərir ki, Jung əvvəlcə öz fikirlərini belə geniş kütlə üçün yazmağa biraz tərəddüd edib, çəkinib yəni. Doğrudan, niyə ki? Düşünüb ki, bəlkə fikirləri çox sadələşdirilər, təhrif olunar. Amma nə yaxşı ki, sonda razılaşıb bu kitabı yazıblar. Jung'a görə, baxın, yuxular heç də təsadüfi görüntülər yığını deyil, qətiyyən. Yəni beynimizin gecə əyləncəsi deyil sadəcə. Elə demək olar, bəli. Onlar şuursuzluqdan gələn dərin mənalı simvollarla doludur. Çox qatlıdır bu mənalar. Jung deyirdi ki, yuxu obrazının özünə fokuslanmaq lazımdır. Onun ətrafında sanki dolanmaq, fırlanmaq. Fırlanmaq. Bu maraqlıdır. Freudun metodundan fərqlidir onda bu. Sərbəst assosiasiyadan yəni. Bəli, fərqlənir. Sərbəst assosiasiya sizi obrazdan uzaqlaşdıra bilər. Amma Jung istəyirdi ki, obrazın özündə qalasan, onun mənasını o kontekstdə axtarasan. Aydındır. Gəlin elə bu simbol məsələsinə biraz da dərinə gedək. Siz deyirsiniz ki, Jung simvolların tək bir mənası olmadığını deyirdi. Mənbələrdə o məşhur misallar var, yadımdadır. Hansılar? Yuxuda açarla qıfılı açmaq, ya da ağır bir dəyənək yelləmək, qapını qoçbaşlı taranla sındırmaq. İndi bunlar ilk baxışda çox asanlıqla cinsi məzmun kimi görünə bilər də, elə deyilmi? Düzdür, ilk baxışda elə gələ bilər. Amma Jung'un əsas sualı budur. Niyə? Yəni, niyə şuursuzluq məhz açarı, dəyənəyi və ya taranı seçib? Axı minlərlə başqa obraz ola bilərdi. Deməli, seçimin özü vacibdir. Əlbəttə, seçimin özü. Ola bilər ki, bunun, yəni cinsi məzmunla heç bir əlaqəsi yoxdur. Bəlkə də tamamilə başqa bir psixoloji vəziyyəti göstərir. Məsələn, bir maneəni dəf etmək cəhdini, güc göstərmək istəyini və ya yeni bir anlayışa qapı açmaq kimi bir şeyi. Tamamilə. Baxın, yuxuların öz məntiqi var. Şuurlu həyatımızdakı kimi səbəb-nəticə əlaqəsi gözləməyin orada. Ziddiyyətli obrazlar, yanaşı mövcud ola bilər, zaman hissi itə bilər. Hə, bəzən yuxuda hər şey qarışıq olur. Elədir, yıxılmaq, uçmaq, təqib olunmaq kimi tez-tez rast gəlinən motivlər var, düzdür. Amma onların konkret mənası ancaq yuxunun ümumi mənzərəsi, bir də sizin şəxsi həyat kontekstiniz içində aydınlaşır. Yəni, yuxu yozmaq şey deyil, mexaniki bir lüğətə baxmaq kimi deyil. Zəka və intuisiya tələb edir onda. Həm zəka, həm güclü intuisiya, həm də ən əsası yuxu görənin öz vəziyyətini, fərdi xüsusiyyətlərini anlamaq lazımdır. Aha, bax burada işlər daha da dərinləşir məncə, əsl maraqlı yerə gəldik. Deməli, Jung təkcə sizin fərdi yuxularınıza, şəxsi şuursuzluğunuza baxmırdı. Daha dərin bir qat vardı, eləmi? Kollektiv şuursuzluq. Məhz, kollektiv şuursuzluq. Bu, sanki bütün bəşəriyyətin ortaq psixi irsidir. Arxetiplər də bu irsin içindəki universal naxışlardır. Obrazlardır, motivlərdir. Yəni, bütün mədəniyyətlərdə, bütün dövrlərdə təkrarlanan şeylər. Bəli, əsas psixoloji nümunələrdir. Məsələn, kölgə arxetipi. Çox vacib bir arxetipdir. Bu, bizim şəxsiyyətimizin özümüzə etiraf etmədiyimiz, qəbul etmədiyimiz, çox vaxtda qaranlıq saydığımız tərəfidir. Yuxularda necə görünür bu kölgə? Adətən, sizinlə eyni cinsdən olan bir fiqur kimi peyda olur. Və burada sizin üçün, yəni dinləyicilərimiz üçün çox vacib bir məqam var. Buyurun. Kölgəmizi, yəni özümüzdəki o qəbul edilməz xüsusiyyətləri başqalarına proyeksiya etmək çox yayılıb. Məsələn, bəyənmədiyimiz insanlara, siyasi rəqiblərə. Bu təhlükəlidir yəqin. Əlbəttə, olduqca təhlükəlidir. Çünki bu zaman əslində özümüzün bir parçasını onlarda görürük və onlara qarşı mübarizədə bilmədən öz enerjimizi itiririk. Hətta bir növ onlara güc vermiş oluruq. Yəni, başqalarında çox sərt qınadığımız şeylər çox vaxt özümüzdə görmək istəmədiyimiz tərəflər olur. Çox maraqlıdır bu. Bəs qəhrəman mifi? Bu da bir arxetipdir deyəsən.
Amma yəqin ki, sadəcə macəra hekayəsi deyil. Psixoloji inkişafı üçün bir xəritə kimidir. Tamamilə elədir. Qəhrəman mifi əslində ego-şuurun, yəni bizim mən hissimizin formalaşması, güclənməsi prosesidir. Özünü tapmaq kimi bir şey. Bəli, insanın öz potensialını kəşf etməsi, çətinliklərlə üzləşməsi və öz daxilindəki əjdaha ilə mübarizəsidir. O əjdaha da çox vaxt elə bizim kölgəmizdir, bizi geriyə çəkən meyllərdir. Bu, yetkinliyə doğru atılan vacib bir addımdır. Amma bu son deyil yəqin. Yox, Junga görə qəhrəmanlıq mərhələsi də son deyil. Yetkinliyə çatandan sonra daha vacib bir proses başlayır. Fərdiləşmə. Fərdiləşmə. Bu nə deməkdir tam olaraq? Bu, Jungun insanın özünü tam bütöv bir fərd kimi dərk etməsi prosesinə verdiyi addır. Yəni, şuurlu və şuursuz tərəflərini birləşdirməsi, inteqrasiya etməsi, daxili ziddiyyətləri, məsələn, şuurlu istəklərlə şuursuz arzuları barışdırmaq, psixoloji bütövlüyə, tamlığa çatmaqdır. Bu, ömür boyu davam edə bilən bir səyahətdir əslində. Yaxşı, başa düşdüm. Bütün bu anlayışlar, kölgə, qəhrəman, fərdiləşmə, bunlar müasir dövrdə sizin üçün, bizim üçün nə ifadə edir? Niyə bu qədər vacibdir ki, biz bunların fərqində olaq? Baxın, Jungun əsas diaqnozlarından biri oydu ki, müasir insan, keçmişdəki insanlar kimi yol göstərən ümumi simvollardan məhrum olub. O numinos simvollardan. Numinos, yəni o sirli, ilahi, qorxu və heyrət oyadan. Bəli, dərin məna daşıyan simvollardan. Sanki tanrılar, ruhlar artıq təbiətdən, meşələrdən, çaylardan çəkilib gediblər. Elm dünyanı sehirdən təmizlədi. Amma bu, insanda dərin bir boşluq, bir mənasızlıq hissi yaratdı. Həyatın mənası itmiş kimi. Elədir. Jung deyirdi ki, insan həyatına məna qatan ümumi ideyalara, dəyərlərə, inanclara möhtacdır. Baxın, əgər insan çəkdiyi əziyyətin bir mənası olduğuna inanırsa, ən ağır sınaqlara belə dözə bilir. Amma mənasızlıq hissi o insanı içərdən yeyib bitirir. Deməli, şuursuzluğun dilini anlamaq bu mənada vacibdir. Çox vacibdir. Şuursuzluğun simvolik dilini, istər yuxular, istər fantaziyalar, hətta sənət əsərləri vasitəsilə anlamaq cəhdi və fərdiləşmə yolu ilə öz daxili məna mənbəyini tapmaq. Bu, müasir insan üçün sadəcə psixoloji sağlamlıq məsələsi deyil. Demək olar ki, həyati əhəmiyyət daşıyır və bu proses təkcə soyuq zəka yox, həm də hissiyat, dəyərləri anlamaq qabiliyyəti tələb edir. Aydındır, beləliklə, Jungun İnsan və onun simvolları kitabından sizin üçün çıxardığımız əsas fikir deyə bilərik ki, budur. Şuursuzluğumuzun dərinliklərinə enmək, yuxularımızın, həyatımıza daxil olan simvolların dilini öyrənmək, bu təkcə maraqlı bir özünü kəşf məşğuliyyəti deyil. Qətiyyən, bu həm də bu sürətlə dəyişən, çox vaxt bizi çaşdıran, müasir dünyada şəxsi məna tapmaq və psixoloji bütövlüyə doğru irəliləmək üçün əvəzsiz bir yoldur. Tamamilə doğrudur. Və Jung fərdin bu daxili məna axtarışının vacibliyini vurğulamaqla yanaşı bir təhlükədən də xəbərdar edirdi. Kollektiv infeksiyalar. Kollektiv infeksiya bu nədir? Psixoloji epidemiya kimi bir şey. Bəli, məsələ. Kütlələri qeyri-rasional, bəzən hətta dağıdıcı davranışlara sürükləyən psixoloji epidemiyalar. Sanki bir fikir və ya bir emosiya virus kimi insanlar arasında yayılır. İndi bir anlıq düşünək. Buyurun. Bugünkü bizim bu hiperəlaqəli, sosial media, daimi informasiya axını ilə dolu rəqəmsal dünyamızda bu kollektiv infeksiyalar hansı yeni, bəlkə də daha gizli, daha təsirli formalarda özünü göstərə bilər? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır, elə deyilmi?